əvvəlcədən planlı, proqramlı müəllim olması. Bu da prinsiplərdən biz nəticə yönümlü prinsipi ilə əlaqələndiririk ki, müəllim əvvəlcədən planını hazırlayır, planla, proqramına uyğun məşğələlərini təşkil edir, qurucudur da, yəni qura bilir də, öz planını, proqramını öz məşğələsinə uyğun qura bilir. Kommunikativ bacarıq dedikdə müəllimin ünsiyyət bacarığıdır ki, müəllim uşaqların qəlbinə yol tapa bilməsi, valideynlər və həmkarları ilə dil tapa bilmə bacarığı da müəllimin kommunikativ, yəni ünsiyyət, kommunikativ sözün mənası da elə ünsiyyət deməkdir, ünsiyyətçil olması deməkdir. Burada müəllimin pedaqoji mərifətə sahib ola bilməsi, yəni yeri gəldikcə hisslənmək və yaxud da gülməyə bacara bilməsi müəllimin kommunikativ bacarığına aiddir. Kinostik, kinozis Yunan sözündən götürülüb, mənası idrak deməkdir. Yəni müəllim burada demək kinozisin özü də, yəni kinostikin özü də iki yerə bölünür. Biri diaqnostikdir, bir də kreativlik deməkdir. Yəni burada müəllim nə edir? Burada müəllimin pedaqoji nəzəriyyələri bilməsi və hər hansı bir nəzəriyyəni öz qrupunda tətbiq edə bilməsidir. Burada müəllimin məsələn öz yoldaşlarının təcrübəsindən öz qrupunda tətbiq edə bilməsidir. Psixologiyasını bilmək və ondan düzgün qaydada, yəni uşaq psixologiyasını bilib və ondan düzgün qaydada istifadə edə bilməsi müəllimin kinostik bacarığına aiddir. Bir də tələb yönümlülük prinsipinə aiddir. Prinsiplərdən tələb yönümlülüyü götürə bilərik. Təşkilatçılıq dedikdə, yəni təşkil edirəm deməkdir. Məsələn, gün rejiminə düzgün qaydada prosedurlarına əməl edirsə, valideyn iclasları təşkil edə bilirsə, müəyyən yığıncaqlar, tədbirlər hazırlayırsa, uşaqlar arasında düzgün vəzifəni planlaşdırıb bölə bilirsə, tədbirdə bütün uşaqların iştirak etməsini təmin edirsə, bu müəllimin təşkilatçılıq bacarığına aiddir. Demək, qabiliyyət dedikdə müəllimin 7 qabiliyyəti var. Bunlar hansı qabiliyyətdir? Aparıcı qabiliyyətləri didaktiklə, demək, təşkilatçılıqdır. Didaktik, yəni öyrədirəm deməkdir, öyrədə bilməm. Yəni uşaqlara məlumatı düzgün ötürə bilməsi, öyrədə bilməsidir. Təşkilatçılıq qabiliyyəti isə həmin prosesi ələ ala bilməsidir. Demək, təşkilatçılıq qabiliyyəti nədir? Yəni tərbiyəçi uşaq arasında burada münasibətlərin düzgün qurulması üçün təşkilatçılıq qabiliyyəti mütləq lazımdır ki, uşaqların burada arasında vəzifəni düzgün bölə bilməsi, işini düzgün planlaya bilməsi müəllimin təşkilatçılıq qabiliyyətinə aid edə bilərik. Didaktik qabiliyyət isə təlim-tədris materiallarını düzgün formada seçə bilməsi və uşaqlara ötürə bilməsi. Yəni bir sözlə deyə bilərik ki, didaktik qabiliyyəti uşağı öyrədə bilməsi. Yəni Peki mən uşaqlara əyani vəsaitlərdən, uşaqlarda gözlə görünən illüstrasiyalı şəkillərlə, mövzunu hasant bir formada uşaqlara ötürə bilməsi. Bəs perseptiv qabiliyyət nədir? Uşağın daxili aləminə nüfz edir. Uşaqda gedən prosesi hiss edir bu müəllim. Bir dəfə uşağa baxmaqla, bir dəfə uşağa nəzər yetirməklə uşaqda hansı proses getdiyini, yəni anlaya bilir. Məsələn, dünən Aylin bağçaya gələndə vəziyyəti belə deyildi. Bu gün Aylində nəsə dəyişiklik olub, ola bilər evdə nəsə problem yaranıb. Yəni bunların hər birini hiss edə bilirsə, müəllimin perseptiv qabiliyyətinə aiddir. Bəs müəllimin sugestiv qabiliyyəti nədir? Sugestiv digər adı təqlid edici qabiliyyətidir. Bu da bir digər adı isə müəllimin aktyorluq qabiliyyətidir. Yəni burada müəllim hər hansı bir fikri, hər hansı bir uşağın əqidəsinə yeridə bilir. Yəni məsələn, uşaq hər hansı bir qidanı yemək istəmir. Bunu müəllim təqlid edici qabiliyyətini ələ alaraq, sugestiv qabiliyyətini alaraq həmin qidanın yaxşı olması, uşaq üçün faydası olmasını bilərək uşağın əqidəsinə, fikrinə yedirdir ki, sən yəni bunu yeməlisən və yaxud da sən bu məşğələ uşağın xoşuna gəlmirsə, həmin məşğələni uşağı sevdirə bilməsi müəllimin aktyorluq və təqlid edici qabiliyyətinə aiddir. Tədqiqatçılıq nədir? Pedaqoji situasiyaları və prosesləri dərk edir. Yəni obyektiv yanaşır hər bir şeyə, düzgün qiymətləndirmə aparır. Aparıcı pedaqoji qabiliyyəti didaktik və demək təşkilatçılıq qabiliyyətidir. Elm idraki qabiliyyət isə müəllimin hansı sahə üzrə müəllim fəaliyyət göstərirsə, o sahəni düzgün bilə bilməsi. Məsələn, deyək ki, məktəbə qədər sahə üzrə müəllim fəaliyyət göstərirsə, mən o sahənin dərinliklərini yaxşı bilməliyəm ki, mən bu biliyimi uşaqlara da ötürə bilməm. Yəni, bu da elmi idraki qabiliyyətinə müəllimin aid edə bilərik. Bu bizim, demək, 4 dənə bacarığımız, 7 qabiliyyətimiz idi müəllimə. Deməli, 4 peşə bacarığımız hansılar oldu?
4-5-ə bacarığımız deyə bilərəm kommunikativ idi, konstruktiv idi, kinostik idi, bir də təşkilatçılıq idi. Hı -hı. Ən əsas qabiliyyətlər, yəni aparıcı pedaqoji qabiliyyətlər. Didaktik və təşkilatçılıq idi. Bəli. Daha sonra bir də temperamentin tiplərində danışdı zəhmət olmasa. Demək biz uşaqların temperament, yəni xassiyyətin növləri. Uşaqlar hansı xassiyyətdə ola bilərlər? Bu da temperament növlərinə aiddir. Sanqvinikdir, xolorikdir, fleqmatikdir, bir də melanxonikdir. Sanqvinik dedikdə, yəni bu cür insanlar ünsiyyətçil insanlar olur. Yəni bu həmişə diqqəti cəlb edən insanlar olur. Həmişə birinci olmağa çalışır. Yəni hər bir işə, hər hansı bir işi verdikcə ona dərhal girişir və qalib olmaq üçün həmin işi axıra qədər görməyə can atırlar. Yəni bu sanqvinik olan insanlar ünsiyyətçi olurlar, görmədikləri, tanımadıkları insanlarla tez ünsiyyətə girirlər. Yəni bu xüsusiyyətdə olan, malik olan uşaqlar və insanlar da böyüklər. Xlorik də elə sanqviniklər kimidir, eyni xüsusiyyətə malikdir. Bunlarda sadəcə olaraq özündən çıxma halları tez olur. Yəni birdən görürsən ki, özlərindən əsəbilik yaranır da, tez bezirlər, tez yorulurlar, əsəbi halda olurlar. Sonra fleqmatiklər isə bunlar yəni özlərini həmişə sakit aparırlar, həddindən artıq soyuqqanlı olurlar, qaradinməz olurlar. Bunlar uğursuzluğa məruz qaldıqda, yəni o qədər onlar üçün fərq etmir də, yəni onların vecinə almırlar. İşə dərhal girişmirlər, amma girişdikləri işi də, gördükləri işi də axıra qədər görməyə çalışırlar. Bunlar eksperiment insanlardılar, yəni özünə qapanan insanlar olur da. Yəni bunlar məsələn bu gün bu işi gördüm, uğur qazanmadım, onlar üçün yəni adi bir şey olur. Amma melanxoniklər onların tərsidir. Yəni onlar hər hansı bir uğursuzluqlarla qarşılaşdıqda onlar tez yəni emosional cəhətdən çöküntü olur onlarda. Onlar tez soyurlar. Ona üzrə işi gördü, onlar bir işi tapşırdıqda öz belə bildikləri işi belə axıra qədər görə bilmirlər. Yəni emosional cəhətdən zəif olurlar. Hətta belə insanlar intihar və ölümə qədər gəlib çıxar. Özlərinə o qədər qapanırlar ki, özlərinə o qədər qapalı olurlar ki, intihar və ölümə kimi səbəblər də yarana bilər melanxonik insanlarda. Yəni çətin ünsiyyətə girirlər, təkliyi sevirlər, fərd yaşayırlar, heç kəslə danışmaq istəmirlər. Bəli, düzdür. Biraz istəyirəm belə deyim də köhnə dərslərimizdən də sual-cavab eləyim sizlə. Aha. Fəal təlimin əsas xüsusiyyətləri hansıları idi? Fəal təlimin əsas xüsusiyyətləri o idi ki, uşağın burada aktiv olması idi. Burada uşaq aktiv olmalı idi. Uşaq mövzuları uşaqların yəni sürətli cavab verməsi idi. İş üsullarından, iş formalarından düzgün formada istifadə etmək idi. Yəni burada fəal təlimin əsas metodu o idi. İnteraktiv təlim yeni modellə ayaqlaşmaq idi. Tələb yönümlü, uşaq yönümlü prinsiplərinə əməl etmək idi. Əsasən də uşaq yönümlülüyü qorunmalı idi. Yəni uşağın özü subyekt rolunda olmalı idi da, yəni uşaq. Müəllim burada fəaliyyəti az, uşağın fəaliyyəti çox olmalı idi. Bəli, düzdür. Daha sonra inklüziv təhsilin prinsipləri hansılardır? İnklüziv təhsilin 8 prinsipi vardır. Burada insan məsələn bacarığı onun bilik və bacarığı onun məsələn qabiliyyətindən asılı deyil. Məsələn hər bir insanın yəni yaşamaq hüququna malikdir. O dinlənilməlidir. İnsanlar bir-birinə ehtiyac duyur, bir-birlərinin sevgilərinə ehtiyacı var. Əsl təlim, yəni real münasibətlər zəminində yarana bilər. Yəni bunun kimi belə sözləri idi ki, yəni insanlara azadlıq vermək, inklüziv təhsili qəbul etmək, insanlara fərq qoymamaq, bərabər imkanların yaradılması idi. Bəli, düzdür. İnklüziv təhsilin belə deyim də növləri var idi. Bu növlərdən biz nə məqsədlə istifadə edirdik? İnklüziv təhsil, yəni çətin bir proses olduğuna görə, onu ilk dəfə təhsilə cəlb etmək çətin olduğuna görə biz mütləq hissəvi, nöqtəvi yəni daxil olmadan istifadə etməli idik ki, yəni uşaqların sağlam uşaq, tipik uşaqlarına bir yerdə təhsil almasına, yəni kiçik həcmli olaraq da hissə-hissə, nöqtə-nöqtə daxil etmək üçün, yəni bunlardan istifadə edirdik. Birdən-birə təhsilə cəlb etmək olmurdu da, yəni.
Bəli, düzdür. Artıq asanlaşdırma mərhələsidir. Bu asanlaşdırma mərhələsinə hansına aid idi? İnteqrasiya idi müəllimə. Bəli, inteqrasiya. Ümumiyyətlə Hı hı. mərhələlər haqqında nə deyə bilərsiniz? Daha doğrusu, bəli, mərhələlər idi də, elə olar. Mərhələlər haqqında Dörd nə deyə dörd bilərsiniz? dənə mərhələ diskriminasiya idi, sonra diskriminasiya idi, serqrasiya idi, inteqrasiya idi, bir də inklüzasiya idi. Diskriminasiyada uşaqlar təhsildən kənar qalırdı. Serqrasiyada həm məktəbdə təhsil alırdılar, həmin məktəbdə, həm də evdə təhsil alırdılar. İnteqrasiyada uşaqlarla eyni sinifdə, lakin ayrı-ayrı proqramlar əsasında təhsil alırdılar. İnklüzasiyada isə eyni sinifdə, yəni uşaqların eyni, yəni xəstə uşaqlarla, sağlamlıq canı məhdud olan uşaqlarla, demək sağlam uşaqlar bir yerdə təhsil alırdı inklüzasiyada. Bəli, düzdür. Daha sonra inklüziv təhsilin tərifini də deyin zəhmət olmasa. Sağlamlığından, maddi təminatından, potensialından asılı olmayaraq təhsildə bərabər imkanların yaradılması, təhsilin hər kəs üçün əlçatan olması və birgə təhsilin təmin olunması deməkdir. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması neçə prinsip əsasında aparılır? Şəffaflıqdır, aydınlıqdır, bir də demokratik üslubda. Bunların mənaları nələrdir? Aşkarlıq, şəffaflıq, demokratiklik, yəni onlar nə deməkdir? Şəffaf odur ki, yəni burada müdirin səlahiyyətləri şəffaf şəkildə müəyyən etməlidir. Müdir rüşvətxorluğa yol verməməlidir, şəffaf şəkildə etməlidir. Aydın, hər ikisi aydın olmalıdır. Yəni məktəbəqədər təhsil müəssisəsində uşaqların qəbulu olsun, uşaqların qidalanması olsun, uşaqların gün rejimini hər biri aydın şəkildə, yəni cəmiyyətə nümayiş olunmalıdır, valideynlərə bildirilməlidir. Demokratik, yəni demokratik üslubda da, yəni uşaqlar avtoritet üslubda təhsil almamalıdır. Demokratik uşaq yönümlü prinsipinə əməl olunmalıdır. Bəli. Belə deyək ki, müəllim gəlir, dərsini deyir, izahını verir, sonra çıxır gedir. Bu demokratik prinsipə aid etmək olar? Xeyr, xeyr, Düzdür, bu xeyr, mən prinsipləri keçməmişik, üslubları daha doğrusu, amma bu Hı -hı. hansı üslub olar? Müəllim sadəcə Bu gəlir. avtoritet üslubdur da müəllimə. Müəllim ancaq dərs keçir də, dərsini keçir, çıxır gedir. Yəni uşaqlara demokratik bir üslub yaratmır ki, uşaq öz fikrini ifadə versin. Sadəcə bu ənənəvi üsuldur. Yəni uşağa dərsini deyir və salam da. Burada yəni demokratik heç bir şey yoxdur. Bəli, düzdür. Bəs sadəcə gəlir, belə deyim də, söhbət edir uşaqlarla, heç dərsi də keçmək istəmir. Sonra Hı -hı. çıxır gedir. Söhbət eləyir. Dərsi Hı Uşaqları da -hı. belə deyim də, heç demək olar ki, danışdırmır, ancaq özü ilə Bu da məşğuldur. avtoritet üslubdur da. Demokratik üslubu Bunu pozmuş olur da, yəni. bunu Uşaqları yəni söz artıq haqqı vermir. bunu artıq liberal üsluba aid edirik. Liberal üslub. Bəli, ən azından Liber avtoritarda gəlir, danışır, gedir. Liberalda heç Aha, məşğul olmur da. heç mi? Aha, Aha. aha. Ancaq öz vaxtını elə bir ki, saatını formalaşdırır, kütür çıxır gedir da, liberal üslub. Düzdür, düzdür. Hə. Bizim ənənəvi təhsildə, belə deyim də, əmək Hı -hı. dərsimiz, sonra musiqi dərsimiz eynilə Musiqi liberal dərsim, üslubda. ay sağ ol. Bəli. Daha sonra Bağçalarda da var da, yəni müəllimə bu dəqiqə bağçalarda da elə müəllim var. Gəlir öz saatım tamam oldu, verim digər müəllimə, çıxım gedim evimə, elə şeylər də var. düzdür. Yəni var. İndi mən sizə bir cümlə deyəcəm. O cümləni loru Buyurun. dildə özünüz necə başa düşürsünüzsə, o formada izah edəcəksiniz ki, burada olan müəllimlər də o cümlənin mahiyyətini başa düşsünlər. Buyurun. Bələdiyyənin təsis etdiyi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi tərəfindən təyin edilmiş şəxs həyata keçirir. Bunu necə başa düşürsüz? Yəni bələdiyyənin təsis etdiyi dövlət bağçalarına bələdiyyələrdən, yəni də icra aparatı, müvafiq icra hakimiyyəti orqan tərəfindən, yəni müdir rəhbər seçilir, səlahiyyətləri də onun tərəfindən verilir. Amma özəl bağçalarda, yəni təhsilçi, yəni maarif şöbəsi tərəfindən ora kim istəsələr də, yəni elə bir müdir. Mən belə başa düşürəm ki, yəni təhsilçi dedikdə, yəni maarif işçiləri nəzərdə tutulur. Onlar yəni müdir seçirlər. Onların seçdikləri müdürdür. Yəni bələdiyyəni elə bələdiyyə özü seçir, Özü rəhbərliyi. seçir. Aha. Özəldə isə artıq bu özəl bağçanı kim yaradıbsa, o artıq onun Hı -hı. hüququdur ki, o özü Maarif belə deyim şöbəsi. də,
belə deyim də, lord ildə belə deyək ki, Hı mən -hı. belə deyək, pul qoymuşam, açmışam bu Hı özəl -hı. Hı bağçanı, -hı. mən də rəhbərliyi seçirəm. Aha, elə. Hı hı. Elədir də, yəni mənim fikrim də Bəli. ona yaxın idi, ya mən səhv dedim? Yox, yox, düz dediniz. Burda bəzi müəllimlər sual vermişdi mənə. Bu belə Hı deyim də, -hı. bu cümləni tam olaraq başa düşməmişdilər. Ona görə Hı daha -hı. asan bir formada deyirəm ki, Hı daha -hı. yaxşı başa düşsünlər. Hı -hı. Daha sonra məktəbəqədər təhsil müəssisəsi rəhbərinin səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir. Hı -hı. Hətta mən bunu testə salmışdım. Demişdim ki, pedaqoji şura ilə müəyyən edilir. Yox, Mən pedaqoji Hı hı. şura, yəni müəssisənin daxilində gedən bir prosesdir. Onun nizamnaməsi o bələdiyyənin, yəni təsis edibsə, hansı orqan müdür gətiribsə, onun tərəfindən müəyyən edilməlidir. Necə? Amma Yenidən şura deyə təslim bilərsinizmi? Hı hı. necə? Ümumiyyətlə mən indi dediyim cümlənin mahiyyətini izah eləyə bilərsiz tam olaraq, dolğun olaraq? Deyə bilərəm, müəllimə. Hı Yəni hı. bələdiyyənin təsis etdiyi müdir əgər edirsə, bunun nizamnaməsini özü təşkil edir. Amma şura təşkil etməməlidir. Şura, pedaqoji şura müəssisədə gedən bir prosesdir, iclasdır. Onun səlahiyyətlərini, yəni pedaqoji şurada müəllimlərlə müdirin nə səlahiyyətini mən edə bilərəm. Ancaq Hı hı. onu ora gətirən orqan onun səlahiyyətlərini müəyyən edə bilər, özü formalaşdıra bilər. Orqan yoxsa nizamnamədə qeyd olunur bunlar hamısı? Orqanda, nizamnamədə olunmur. Xeyr, nizamnamədə hər biri qeyd olunur. Təsəvvür eləyin ki, belə Nizamnamədə qeyd olunur, müəllimə bilirəm, nizamnamədə məktəbəqədər təhsilin idarə olunması nizamnamədə qeyd olunur. Hı Mən hı. dediyim bilirsiz nədir? Mən deyirəm ki, bunun səlahiyyətlərini orqan verməlidir də. Yəni bu pedaqoji şurada mən müdirə nə səlahiyyət verəcəm ki? Hı hı. Onu deyirəm. Yəni, belə deyək ki, Hı rəhbərliyə tərbiyəçi müəllim və yaxud da başqa bir, ımm, yəni -hı. işçi gəlib deyə bilməz ki, sən bu qayda Hı qanunlara -hı. əməl Sağ etməlisən. ol. Mən onu demək istəyirəm də. Yəni mən Bəli. onu deyə bilmirəm müdirə ki, yəni sizin bu səlahiyyətiniz var, sizin mən belə səlahiyyət Hı vermişəm hı. şurada. Sadəcə pedaqoji şuranın içində, yəni müdirin səlahiyyətləri var. Müdürdür, valideynlərdir, qəyyumlar şurasıdır. Bunların necə yaranması vardır. Amma mən ona durub deyə bilmərəm ki, sənin belə səlahiyyətlərin var, icra etməlisən. Yəni Bəli, olmaz deməli indi şurada elə demək. artıq mən belə deyim də, müdir olmuşamsa, bir, belə Aha. deyim də, mən həm müsabiqə mərhələsindən keçmişəm, həm müsahibə Hı -hı. mərhələsindən keçmişəm. Eyni zamanda mən öz nizamnaməmi tam doğru Hı -hı. olaraq bilirəm. Ona görə də Yerinə kimsə yetirmisən. gəlib mənə Aha. qarışmasına Aha. haqqı yoxdur. Müəllim deyənməz də, yəni Hı hı. pedaqoji şurada məsələn onu təşkil edə bilmərik. Deyənmərik ki, müdir, sənin belə səlahiyyətlərin var, sən bunları icra etməlisən. Ancaq ona o səlahiyyəti verən orqan ondan nə isə tələb edə bilər, biz yox. Hı hı. Yəni nizamnamədə əgər dəyişiklik olsa, mə Hı a -hı. artıq rəhbərlik də belə deyim ki, o dəyişikliyə uyğun hərəkət etməlidir. Əməl bəli, bizdə olur da, elə bil bizdə 10 qrup badır deyə, bizdə 2 aydan bir elə pedaqoji şura təşkil olunur. Hı hı. Orada da nə lazımdır söhbətlər gedilir. Bəli. Pedaqoji şuraya kimlər daxildir? Pedaqoji işçilər, tərbiyəçi müəllimlər, Hı hı. valideynlər də daxil ola bilər hətta. Xeyr, pedaqoji şuraya artıq valideynləri aid etmirik. Olmur, Xeyr. olmaz. Hı Mən hı. dedim bəlkə olar. Müəssisə daxilində olan işçilər, Hı amma hı. dayə də bura aid deyil. Məsələn, Yox, yox, dayə defektologdur, yox. Pedaqoji şoferdir. işçilər də, yəni tərbiyəçi Bəli. müəllimələr, metodist, müdirin rəhbərliyi. Pedaqoji elə bil ki, şuranı müdirin özü rəhbərlik edir, özü aparır və digər tərbiyəçi də apara bilər, amma ancaq özü aparır. Pedaqoji şura ümumiyyətlə nə üçün təşkil edilir? Uşaqların məsələn inkişaf prosesinin düzgün yönləndirilməsi üçün, burada tərbiyəçi müəllimlərin hüquq və vəzifələrini müəyyən etmək üçün, valideynlərlə əməkdaşlığın təmin olunması, uşaqların qidalanmasının düzgün vaxt bölgüsünü müəyyən etmək üçün, ümumi olaraq müəssisədə hansı işlər gedir, həmin prosesi yəni ələ ala bilmək də yəni. Bəli. Müəllimin məsələn aktivliyini, müəllim necə məsələn 2 ay boyunca müəllim nələri edib, hansı fəaliyyətlərlə məşğul olub, yəni uşağın Bəli. inkişafına ən çox da yəni yönəlik olur. Bəli, ən çox uşağın elə inkişafı ilə bağlı Hı -hı. pedaqoji Hı -hı. şura təşkil edilir. Maddi, texniki və, belə deyim də, tədris bazası, eyni zamanda infrastruktur haqqında nə deyə bilərsiz?
Maddi texniki baza, məsələn, daşına bilən avadanlıqlardır. İnfrastruktur isə daşına bilməyənlər. Bunlar, məsələn, deyək ki, savadlı kadrlardır, infrastruktura aiddir. Bir də deyə bilərəm ki, daşına bilməyən nədir? Tokdur, elektrikdir, belə bir şeylər də, yəni. Onlar aiddir infrastruktura. Maddi texnika mebel avadanlıqlarıdır. Məsələn, müəllimlər kitab, stollar, yəni belə vəsaitlər maddi texniki bazaya aiddir. Bəli. Daşına bilənlər maddi texnikaya aiddir. Daşına bilməyən avadanlıqlarda infrastruktura aiddir. Tədris dili hansı dildə olmalıdır məktəbə qədər təhsil müəssisəsində? Azərbaycan dilini bilmək şərti ilə bütün dillərdə uşaqlara keçə bilərik. Hı -hı. Yəni elə ola bilərmi ki, uşaq Azərbaycan dilini bilməsin, amma biz artıq belə deyək də rus dilində keçək və yaxud da ingilis dilində keçək. Yox, müəllimə, ola bilməz. Birinci öz dilimizi uşaqlara öyrətməliyik. Ondan sonra digər dillərdə də uşaqlara öyrədə bilərik. Rus və ingilis dillərində də uşaqlara nəsə edə bilərik. Bəli. Dövlət standartlarına nələr aid idi? Dövlət standartlarına məktəbə qədər təhsilin məzmunu idi, məqsədi idi, strategiyaları idi. Bunlar aid idi. Məzmunu, məqsədi idi, vəzifəsi idi. Demək, məzmunu düz dediniz. Məzmunu Təhsilin idarə olunması, maddi texniki maddi texniki baza ilə təmin olunması idi. Bu qədər Mirvarid müəllimə, çox sağ olun. Siz də sağ olun müəllimə. Səbinə müəllimə səsi açsın. Salam müəllimə. Salam. Öyrənmisiniz mövzunu müəllimə? Bəli, bəli. Buyurun, danışın. Müəllimin peşə bazarlıqları, deyək ki, dördü müəllimin peşə bazarlıqlarıdır, digəri isə qabiliyyətdir. Deməli, təşkilatçılıq qabiliyyəti, yəni belə deyək də, çünki müəllim nə qədər təşkilatçılıq qabiliyyəti nə qədər yaxşı olsa, bir o qədər də mühit yaxşı idarə edə biləcək. Məsələn, uşaqların qəbuludur, gəzintisidir, müəllim təşkilatçılıq bacarıqları olmazsa, bunların üstəsindən gələ bilməyəcək. Yəni, müəllim işi düzənli qurmağı bacarmalıdır ki, Əgər müəllim bunları edə bilməsə, təşkilatçılıq bacarığı yoxdur. Didaktik qabiliyyəti isə, yəni didaktika bir növ belə tələb edir ki, bizim hər hansı bir məlumatı uşaqlara çatdırarkən başa düşülən bir dildə istifadə etməliyik. Nə qədər çox başa düşülən bir dildə istifadə etsək, bir o qədər də yaxşı, uşaqlar daha yaxşı, aydın başa düşəcək. Yəni, bu qabiliyyət bizdən bunu tələb edir ki, materiallardan istifadə edək, eyni zamanda da hər hansı bir mövzunu və ya məşğələni uşaqlara başa sala bilək. Perspektiv qabiliyyət isə bu o deməkdir ki, müəllim uşağın iç dünyasını hiss etməyə bacarsın. Uşaq heç nə deməsə belə, onun kefsiz və yaxud narahat, sevincli olduğunu başa düşə bilsin. Uşaqla məşğul olmaq lazımdır ki, uşaq nə üçün kefsizdir, nə üçün narahatdır. Əgər müəllim bunu başa düşməsə, bu zaman perspektiv qabiliyyəti pozmuş olur. Suggestiv qabiliyyəti isə demək ki, uşaq bağçaya gəlir, qrupa gəlir, görürük ki, uşaqda davranış pozuntusu var, özünü yaxşı aparmır, müəllimlə düzgün danışa bilmir, uşaqlarla pis davranır. Bu zaman qabiliyyətindən istifadə edərək onu emosional təsir göstərir və bu qabiliyyəti necə edirik? Uşaqları məsəl üçün qiymətləndiririk, dəyərləndiririk. Əgər uşaqları qiymətləndirməsək, dəyərləndirməsək, belə uşaqlar aqressiv olurlar. Daha sonra gəlir tədqiqatçılıq qabiliyyəti. Yəni burada uşaqlar tədqiqat aparırlar. Məsəl üçün güllərin böyüməsidir, güllərin sulanmasıdır. Daha sonra məsələn uşaqlar qumun üstünə su töküb palçıqdan nəsə düzəldirlər. Bu artıq tədqiqatçılıq qabiliyyətidir. Elmi idraki qabiliyyəti isə, yəni uşağın sevdiyi sahələr olur. Məsələn, rəsm çəkməkdir, riyazi qabiliyyətlərdir. Yəni bunları nəzərə alaraq, uşağın meyl marağını nəzərə alaraq biz bunları uşaqlara aşılayırıq. Temperamentin tipləri, deməli, sanguine, yəni uşaqlar aktiv olurlar. Uşaqlar aktiv olurlar, sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempidir,
düşdüyü şəraitə tez alışırlar. İstəyirlər ki, birinci olsunlar. Əllərindən gələni hər şeyi edirlər. Xolarik demək olar ki, sarkoidniklə eyni olur. Xolarik eyni olur, xüsusiyyətini eyni daşıyır. Sadəcə xolarikdə uşaqlarda bəzən hövsələsizlik olur. Təbii ki də onlarda başladığı işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Sözlərinin üstündə dururlar. Hər zaman öndə olmaq istəyirlər. Flegmatiklik isə elə bir tipdir ki, belə deyək də tənbəl tipdir. Çox şeyə reaksiya vermirlər. Deməli özləridən onları heç kim çıxara bilmir. Çox şeyə əsəbləşmirlər. Adamlara çətin alışırlar, təkliyi sevirlər. Melanxoliklik isə bu tipə malik olan uşaqlar bəzən dərin hisslərə qapanırlar. Elə vaxt olur intihara da gəlib çıxır. Yəni özlərinə qapalı olurlar və həssas olurlar. Belə bir uşaqlarda həssas yanaşmaq lazımdır. Bu tip uşaqlar küsəyən olurlar. Bəli, düzdür. Səbinə müəllimə, təlimin təşkilinə verilən tələblər haqqında nə deyə bilərsiniz? Təlimin təşkilinə verilən tələblər. Müəllim başlıq deyə bilərsiniz, yadımdan çıxıb. Uşaq ləyaqətinə hörmətdir. Yaxşı, prinsiplər var idi. Təlimin təşkilinə verilən prinsiplər, onlar hansılardır? Uşaqların bərabər hüquqlu olmasıdır. Bunlar deyirsiniz. 5 yaşlı uşaqları məktəbə hazırlığı. Onlar belə deyim də, məktəbə qədər təhsilin təşkili qaydalarıdır. Amma mən tələbləri deyirəm. Uşaq ləyaqətinə hörmətdir. Təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma metodlar əsasında təşkilidir. Təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasından qurulmasıdır. Uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunmasıdır. Ailələrin təlim fəaliyyətinə cəlb edilməsidir. Bunlar tələblərdir. Bəs prinsiplər hansılardır? 6 dənə prinsipimiz var idi. Təlimi təşkil edərək bu prinsiplərdən istifadə edirdik. Hətta belə deyək ki, didaktik prinsiplərlə də burada olan 2 prinsipi ondan əlaqələndirirdik. Demək, şəxsiyyət yönümlülük. Uşaq yönümlülüyü, inkişaf yönümlülüyü. Onlar bizim didaktik prinsipimizdir. Amma təlimin təşkilində 6 dənə idi. Biri şəxsiyyət yönümlülük, sonra gəlir diferensiallaşdırma və fərdiləşdirmə. Daha sonra hansıları idi? Dramlaşdırma. Diferensiallaşdırma və fərdiləşdirmə. Mənim onları bilməyəcəm. İdrak fəallığı, əyanilik, əməkdaşlıq və nəticə yönümlülük. Bunları mütləq təkrar edərsən. Yaxşı. Deməli, təlimin təşkilinə dair pedaqoji tələblər mövzusunu mütləq təkrar edərsən. Səriştələr haqqında nə deyə bilərsən? Səriştələr? Mənim səriştələr yaxşı bilmirəm. Səriştələr sinif adına görə neçə yerə bölünürdü? 3 yerə: ünsiyyət, fəaliyyət, bir də milli Təfəkkür, fəaliyyət, bir də dəyərlər. Deməli, təfəkkürə aid idi, müstəqil öyrənmə, yaradıcılıq, sonra bir də qərar qəbul etmə. Bəli, düz dedin. Qaldı problem həll etmə, tənqidi təfəkkür. Bəs fəaliyyətə nələr aid idi? Fəaliyyətə isə deməli, əməkdaşlıq, ünsiyyət və maliyyə savadlığı. Maliyyə ümumiyyətlə savadlılıqla bitirsə sonu bunların hər biri fəaliyyətə aiddir. Rəqəmsal savadlılıqdır, informasiya savadlığıdır, maliyyə savadlığıdır. Bunlar fəaliyyət hissəsinə aiddir. Bəs dəyərlərə? Dəyərlər isə fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, bir də
Mədəni müxtəlifliyə hörmət. Demokratiya və insan hüquqlarına hörmət, bir də mədəni müxtəlifliyə hörmət. Hı. Mhm. Bunları Səbinə müəllimə yaxşı başa düşməmisiniz ya necə? Səriştələri. Bəli, müəllim, mən isə başa düşə bilmirəm. Başa düşməmisinizsə o zaman izah edək, digər müəllimlər də dinləsin. Yəni heç nə olmaz, elə təkrar biliyin anasıdır. Çünki səhv eləmirəmsə bunun məndən videosunu istəmişdiniz, mənim yadımdan çıxmışdı, atmamışdım. Hı. Səriştələri deməli təfəkkür təsnifatına görə 3 yerə bölünür. Təfəkkür, fəaliyyət və dəyərlər. Və hər biri də 5 belə deyək də yerə bölünür. Təfəkkür 5 yerə bölünür. Birinci yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə və müstəqil öyrənmə. Baxın, fikir versəz, burada bir idraki bacarıqlar var hər birində. Problem həll etmədir, qərar qəbul etmədir, müstəqil öyrənmədir. Bunların hər biri nə tələb edir? İdrak tələb edir. İdrak tələb etdiyi üçün də elə təsnifata aid olunub hər biri. Yaradıcılıq və kreativlik. Baxın, düzdür, biz yaradıcılığımızdan istifadə edərək təxəyyülümüzü işə salırıq da, düzdürmü? Daha doğrusu təxəyyülümüzə əsasən yaradıcılığımızı ortaya qoyuruq. Amma bir də burada düşünmək də var da. İnsanın öz düşüncəsi deyirik psixi proseslərə nələr aiddir? Təfəkkürdür, təxəyyüldür, nitqdir, diqqətdir. Yəni bunlar hər biri elə idraki bacarıqlardır. İdraki bacarıqlar olduğu üçün elə yaradıcılıq da təfəkkürə aid edilib. Yaradıcılıq o deməkdir ki, əşyalardan qeyri-adi formada istifadə edir. Uşaq nə isə düzəldir, uşağın əl qabiliyyətidir, tutalım plastilindən nə isə düzəldir, konstruktordan nə isə düzəldir və yaxud da belə deyək ki, adicə oturub nə isə cızma-qara eləyir, gətirib göstərir ki, bax, ana mən səni çəkmişəm, yanında da atamı və səni çəkmişəm. Bu onun nə idi? Yaradıcılığıdır. Yəni bəlkə də nəyisə oxşada bilməyib, amma yaradıcılığını o cızma-qara ilə bizə göstərmiş olur. Bu onun deməli bu oldu bizim yaradıcılığımız. Daha sonra gəlir tənqidi təfəkkür. Tənqidi təfəkkür bildiyi və yeni informasiya arasında eyniliyi və fərqləri müəyyənləşdirir. Baxın, bildiyi və yeni informasiya arasında eyniliyi və fərqləri müəyyənləşdirir. Məsəl üçün, uşaqlara təklif edirik, nəyi təklif edək? Güllər. Fərqli-fərqli güllər, qızıl gül, nərgiz gülü, yasəmən gülü. Uşaqlar baxır ki, bunların hər biri güldür. Amma fərqləndirir. Nə ilə fərqləndirir? Adları ilə fərqləndirir ki, bu nərgiz gülüdür, bu qızıl güldür, bu yasəmən gülüdür. Nədir? Bu tənqidi təfəkkürünü işə saldımı? Və yaxud da deyirik, böyük toplar, böyük toplar, kiçik toplar. Neynir uşaq? Artıq fərqləndirir. Bunlar böyük toplardır, bunlar kiçik toplardır. Və yaxud da rənglərinə görə bir-birindən fərqləndirir. Yaşıl topları bir hissəyə, qırmızı topları bir hissəyə və yaxud da topları deyirəm, gülləri də deyə bilərik. Qırmızı gülləri bir hissəyə toplayır, sarı gülləri bir hissəyə toplayır və bir-birindən fərqləndirir ki, bu sarı güllərdir və yaxud da hətta deyə bilər ki, hansı fəsildə yetişir, necə mühitdə yetişir. Artıq bu uşağın hansı bacarıqdır? Tənqidi təfəkkürüdür. Ona görə də biz bunu elə tənqidi təfəkkürə aid edirik. Daha sonra gəlir problem həll etmə. Problem həll etmə, problemin həlli ilə bağlı ehtimallar irəli sürür ki, biz bu problemi necə həll edə bilərik? Hətta problem həll etməni biz inteqrasiya edə bilərik əqli hücum iş üsulumuza və eyni zamanda problem həll etmə iş üsulumuza. Yəni bildiyimiz kimi bizim problem həll etmə iş üsulumuz da var. Düzdürmü? Uşaqlara problemlər təklif edirik, uşaqlar problemləri həll edir. Və yaxud da əqli hücumda da nə edirik uşaqlara? İmkan yaradırıq ki, öz fikirlərini səsləndirsinlər, hər birini qəbul edirik, sonda isə nəticə çıxarırıq. Belə deyə bilərik ki, uşaqlar, mən bu misalı tez-tez çəkirəm ki, müəllimlərin daha yaxşı yadında qalır. Nə isə tutalım deyirik ki, uşaqlar biz necə edə bilərik ki, indiki dövrümüzdə
belə deyək ki, işıqdan az istifadə edək, qazdan az istifadə edək, sudan az istifadə edək. Necə edə bilərik ay uşaqlar sizcə? Biri deyəcək ki, müəllimə, əgər oturmadığımız otaqda işığı söndürsək, bu zaman işıqdan az istifadə edə bilərik. Həm də belə deyək də, maliyyə savadlığını qorumuş olarıq, cibimizə qənaət etmiş olarıq. Daha sonra biri deyəcək ki, müəllimə, qazı daha belə deyim də, qaydasında yandırsaq, evdən çıxanda qazı söndürsək, o zaman qazdan az istifadə etmiş olarıq. Neynədir uşaq? Yəni bir problem qoyuram da uşağa ki, ay uşaq, bunu belə eləməsək, belə eləsək necə olar? Sizcə, yəni bunu necə həll eləyək? Uşaq neynədir? Beynini işə saldı ki, mən bu problemi necə həll edə bilərəm? Və yaxud da uşağa neynirəm? Bir fiqurdur. Əslində onlar bir-birinə birləşən, sonda isə nəyisə alınan bir fiqurdur da. O fiquru təklif edirəm. Deyirəm ki, uşaqlar, bunu mən qırdım. Sizcə bunu necə düzəldə bilərəm? Heç cürə mən bacara bilmədim. Bəlkə siz mənə kömək edəsiz. Artıq uşaqlar baxır ki, rənginə, ölçüsünə görə qoyur bir-birinin yanına. Axırda nəyisə bir tutalım ki, bir fiqur alınır. Ya 4 bucaq alınır, ya 3 bucaq alınır. Uşaqlar neynədi? O problemi həll etdi də. Düşündü ki, hə, hansı hissənin yanına qoysam bu fiqur alına bilər. Daha sonra gəlir qərar qəbul etmə. Qərar qəbul etmədə iştirak edir. Bu nə deməkdir? Yəni uşağa biz seçim imkanı verməliyik. Uşağa belə deyim də, vaxt tanımalıyıq ki, uşaq qərar qəbul edə bilsin. O dəqiqə deyə bilmərik ki, bu uşağa sən tez ol, məsəl üçün bunu belə eləməlisən. Xeyr, o özü düşünməlidir, qərar qəbul etməlidir. Daha sonra isə fikrin bildirməlidir. Uşaqlara imkan tanımalıyıq ki, belə deyək də, öz fikrini səsləndirə bilsin, öz sərbəst seçimini dilə gətirə bilsin. Bəzən valideynlər səbirsizlik edirlər, uşaqları dinləmirlər. Yox, sən uşaqsan, sən bilməzsən. Və yaxud da adi belə misal gətirək də, gedirik paltar dükanına, valideynlər özləri seçir uşaqlara paltarı. Xeyr, o özü qərar verməlidir ki, hansı geyimi geyinməlidir. Nəyə görə bizim estetik yaradıcı inkişaf sahəmiz var? Uşaqlarda bir gözəllik, estetiklik kiçik yaşlarda formalaşdırmalıyıq ya yox? Elə paltardan olsun. Təkcə elə belə deyim də, kağızın üzərində nəsə çəkməklə elə estetiklik yaranmır ki, uşaq zövqlü olmalıdır, uşağın zövqü olmalıdır. Elə mən özüm də qıraqdan fikir verməliyəm ki, görüm uşaq hansı geyimləri seçəcək özünə. Məsəl üçün baxacaq deyəcək ki, mən bunu istəyirəm. Bu artıq uşağın ərköyünləşməsi demək deyil. Bu uşağın qərar qəbul etməsidir kiçik yaşlardan. Artıq uşaq kiçik yaşlardan belə deyim də, düzdür, biri var ki, hər şeyi istəyir, hər şey olmalıdır. Yox, bu mənada deyil. Sadəcə uşağa əgər biz nəyisə almaq istəyiriksə, uşağa qərar belə deyim də, verməyi öyrətməliyik ki, sən nəyi istəyirsən, sənin zövqüncə hansıdır, elə bunu kiçik yaşlardan başlatmalıyıq. Çünki artıq kiçik yaşlardan uşaq qərar verə bilməzsə, böyük yaşlarda da anaya tabe olacaq. Adicə məsələn atdığı bir addımda da, universitetə girəndə də fikirləşəcək ki, görəsən hansı ixtisası seçim, hansı yaxşı olar? Görsən necə olacaq? Mən bu paltarı geyinim, yoxsa geyinməyim? Gedib anasından soruşacaq. Yəni halbuki o artıq 18 yaşını keçib. Hətta evlilik dönəminə gələcək, deyəcək ki, görəsən mən hansı qızı alım, anda anamla məsləhətləşim, anama deyim, anam getsin alsın. Yəni bu formada belə deyim də, fəsadları gətirib çıxara bilər ki, uşaq belə deyim də, daha doğrusu böyük gənclik öz qərarlarını verə bilmir, özü seçim edə bilmir. Bu bəzi valideynlər üçün çox yaxşı bir hal ola bilər, amma heç də yaxşı bir hal deyil ki, məsəl üçün insan özü getməlidir, seçməlidir, sevməlidir, onun xasiyyətinə, onun xüsusiyyətinə uyğun bir insan olmalıdır. Ona görə də biz elə təməli kiçik yaşlardan qoymağı bacarmalıyıq. Daha sonra gəlir müstəqil öyrənmə. Müstəqil öyrənməyə maraq nümayiş etdirməkdir. Elə bir dəstəkləyici mühit yaratmalıyıq ki, uşaqlar üçün. Uşaq müstəqil öyrənə bilsin, nə isə kəşf edə bilsin. Adi məsəl üçün uşaqları çıxarırıq bağçaya, başlayırlar qumla, torpaqla oynamağa. Deyirik ki, yəni uşaq bulaşdırır özünü. Xeyr, o müstəqil nə isə kəşf etmək istəyir ki, görüm qazım, belə deyim də, yeri qazım, əlimlə qazım, görüm onun içindən nə çıxacaq. Elə bilirlər ki, nəsə çıxacaq. Mənim qızım, yəni evdə belə deyim də, kitab rəfimiz var. Onun aşağı hissəsi aboydur. Gedib o aboyu belə cırıb, deyirəm ki, niyə cırmısan? Deyir ki, mən deyir telefonda gördüm ki, oranı cıranda oradan gül çıxır.
aboyu cıranda elə bilib ki, oradan gül çıxacaq. Yəni bu onu müstəqil öyrənmək istəyib də ki, görəsən həqiqətən də aboyu cıranda oradan gül çıxır. Artıq anladı ki, o yalan bir şey imiş də, aboyu cıranda oradan gül çıxmırmış. Hə, yəni kəşf etmək istəyir, araşdırma etmək istəyir ki, görəsən həqiqətən bu düzdür, düz deyil. Bu artıq uşağın müstəqil öyrənməsidir. Daha sonra gəlir fəaliyyət. Fəaliyyət də dediyi 5 yerə bölünür. Ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, bir də maliyyə savadlılığı. Ünsiyyət elə bildiyimiz kimi ünsiyyət, yəni uşağın ünsiyyət etiketlərinə riayət etməsidir. Normal ünsiyyət qura bilməsidir. Məsəl üçün, nitq etiketlərindən istifadə etməlidir. Bəli, xeyir, çox sağ olun, zəhmət olmasa, xahiş edirəm, buyurun, xoş gəlmisiniz. Yəni bu nitq etiketlərindən düzgün istifadə etməyi bacarmalıdır. Daha sonra əməkdaşlıq. Əməkdaşlıq kollektiv fəaliyyətdə iştirak qaydalarına bələddir. Yəni cəmiyyət içərisində olsun, ailəsinin yanında olsun, dostlarının yanında olsun, özünü necə aparmaq lazım olduğunu bilir. Rəqəmsal savadlılıq dedik bizim tələbyönümlülük prinsipimiz ilə əlaqəlidir. İnformasiya və kommunikasiya texnologiyalarından artıq istifadə qaydalarını bilir və bir-birindən fərqləndirir. Buna hətta İKT belə deyim də bacarıqları da deyirlər. İKT-nin elə mənası informasiya, kommunikasiya texnologiyaları deməkdir. Məsəl üçün bilir ki, telefondan nə üçün istifadə edilir, planşetdən nə üçün istifadə edilir, kompüterdən nə üçün istifadə edilir. Yəni bunların hər birini bir-birindən fərqləndirir, həm də istifadə qaydasını bilir. Maliyyə savadlığıdır. Pul və qənaət barəsində məlumatlıdır. Məsəl üçün, uşağa pul təklif edilir, hətta deyə bilər ki, sən necə edə bilərsən ki, tutalım bu 5 manatı və yaxud da 10 manatı bir həftə içərisində xərcləyib bitirməlisən. Yəni bir gün içərisində deyil də, bir həftənin içərisində, 5 gün içərisində xərcləyib bitirməlisən. Artıq neynirəm? Kiçik yaşlardan qənaət barədə uşağa məlumat verirəm ki, yəni sən deməli qənaətlə pulunu xərcləməlisən ki, bunu bir həftəyə çatdıra biləsən. Daha sonra dəyərlər. Dəyərlərimizə aiddir milli kimliyin dərki, milli iftixar hissi, dövlət rəmzlərimizi tanıyır, bunu biz əlaqələndiririk Azərbaycancılıq prinsipimiz ilə. Gəlir fəal vətəndaş mövqeyidir, yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır, bilir ki, hansı ölkədə yaşayır, necə ölkədə yaşayır. Daha sonra belə deyim də, hansı rayonda yaşayır, hansı kənddə yaşayır və yaxud da öz rayonunun yerini bilir və yaxud da hansı rayondan keçəndə artıq belə deyim də, hansı rayonun yaxınlığındadır öz evləri, hansı kənddədir, hansı kənddən sonra belə deyim də öz kəndləri gəlir. Bu haqqda yəni belə deyim də az da olmuş olsa məlumat olur. Hətta elə uşaqlar var ki, ev qapısının nömrəsinə kimi, öz küçəsinə kimi bilir də. Yəni o dərəcə evdəkilərin burada artıq rolu çox böyükdür atadan və anadan. Həm uşaqlara kiçik yaşlarda bir nömrə öyrətmək lazımdır. İraq olsun, yəni uşaqdılar, çıxarlar çölə. Nəsə olar da indi heç birimiz nədənsə sığortalanmamışıq ki, nəsə olmayacaq. Eyni zamanda ən azından harda yaşayır uşaq onu bilməlidir. Ən azından bir polisə rast gələndə bir nömrə deyə bilsin, bir də ki, ev ünvanını deyə bilsin. Bu elə bizim göstərir fəal vətəndaş mövqeyimizi. Yəni uşaq yaşadığı ölkə və bölgə haqqında məlumatlıdır ki, mən hansı rayonda yaşayıram və yaxud da hansı kənddə yaşayıram, mənim ev ünvanım haradır, mənim anamın, atamın nömrəsi nədir? Yəni bunlar haqqında ən azından məlumat olmalıdır. Və hətta elə uşaqlar, elə fitri istedadlı uşaqlar olur ki, bir dəfə gedir yol tutalım bağçanın yoluna bir dəfə gedib. Artıq ikinci dəfə oradan keçəndə deyir ki, bu bağçanın yoludur. Yəni artıq uşağın belə deyim də, o Kartner nəzəriyyəsində də keçəcək məkan vizual intellekti çox güclü işləyir. Yəni bir dəfə getməklə o vizual olaraq baxıb ki, yəni bu məkan bura aiddir, bağçanın yoludur və yaxud da bu məktəbin yoludur, bu nənəmgilin yoludur, bu bibimgilin yoludur. Yəni hətta belə deyim də, bəzən baxırsan ki, heç böyüklər o yolu bilmir, kiçik yaşlı uşaq da o yolu tanıyır. Yəni belə uşaqlar da olur. Daha sonra şəxsi və sosial məsuliyyət, davranış mədəniyyəti haqqında məlumatlıdır.
Öz məsuliyyətlərini bilir ki, tutalım bağçada özünü necə aparmalıdır, hansı qaydalara riayət etməlidir, nələrdən istifadə etməlidir, cəmiyyət içərisində necə olmalıdır. Yəni bu onun nəyini göstərir? Şəxsi və sosial məsuliyyətini. Gəlir demokratiya və insan hüquqlarına hörmət, insan hüquqları barədə təsəvvürə malikdir. Yəni həm öz hüquqlarını bilir, eyni zamanda belə deyim də, öz yoldaşının çünki elə bizim hüquqlarımız, hər kəsin hüququ deməkdir də. Bütün uşaqlar adından deyək ki, bir uşağın hüququ elə digər uşaqların da hüququ deməkdir. Yəni, həm, belə deyim də, hüquqlarımız haqqında məlumat olur, eyni zamanda hüquqlarımıza hörmətlə yanaşır. Bir də gəlir mədəni müxtəlifliyə hörmət. Mədəni müxtəlifliyə hörmət, mədəni müxtəliflik barədə məlumatlıdır. Həm öz, mədəniyyətimiz haqqında, bizim mədəniyyətimizin fərqlilikləri nələrdir, digər xalqların mədəniyyəti necədir, fərqlilikləri necədir, həm onlar haqqında məlumatı olur, eyni zamanda hörmətlə yanaşır. Bu qədər Səbinə müəllimə, ümid eləyirəm ki, başa düşdünüz. Bu ekran kaydını da göndərəcəm. Yenidən dinləyərsiniz ki, bu mövzunu daha yaxşı başa düşəsiz. Yaxşı müəllimə, çox sağ olun. Siz sağ olun. Bugünkü mövzumuz etik davranış prinsipləridir. Elə bir mövzu keçəcəm, çünki digər mövzuları da təkrar verəcəm. Gələn mövzumuzda inşallah 4-cü gün çalışacağam ki, ancaq elə sualları alt standartlardan verim. Artıq alt standartlar düşünürəm ki, bir qədər mövzu keçmişi üstündən, onlar yaddan çıxma ehtimalı yüksəkdir. Ona görə gələndə ən çox onlara üstünlük verəcəm sual-cavabda. İndi keçək etik davranış prinsiplərinə. Etik davranış prinsipləri, baxın, adından da göründüyü kimi etik davranış prinsipləridir. Müəllimlər bu etik qaydalara riayət etməlidirlər. Bilməlidirlər ki, tutalım, cəmiyyət içərisində necə özünü aparmalıdır və yaxud da uşaqlarla birlikdə olanda necə olmalıdır. Yəni bunların hər biri etik davranış qaydalarında qeyd olunub. İndi isə keçək. Birinci, qanunun aliliyidir. Qanunun aliliyi müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrinin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Bunu biraz belə deyək də, lor dildə başa salaq. Bu o deməkdir ki, müəllim dərs zamanı şagirdlərin hüquqlarını pozan hər hansı bir fiziki və ya psixoloji təzyiqə yol vermir. Hər bir hərəkətində Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə, məktəbdaxili intizam qaydalarına ciddi əməl edir, belə deyək də. Yəni mən imkan verməməliyəm ki, hər hansı bir uşağın hüququ pozulsun və yaxud da konstitusiyamıza aid hər hansı bir hüquq pozulmuş olsun. Artıq bunu pozsam qanunun aliliyi pozulmuş olur. Və mən neynəməliyəm? Bu hüquqlara hörmətlə yanaşmalıyam. Daha sonra gəlir vicdanlılıq. Vicdanlılıq müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bəli, bu çox belə deyim də önəmli etik davranış prinsiplərindəndir. Müəllim həqiqətən də vicdanlı olmalıdır. Hər bir mənada vicdanlı olmalıdır. Müəllim dərs saatlarını sadəcə vaxt olsun deyə keçirməməlidir. Yəni mən gedim, sadəcə belə deyim də oturum, sonra çıxım gəlim evə. Burada artıq mənim bir vicdan hissimin olmadığını göstərir. Çünki mən ən azından belə deyirəm də, belə deyək də, maaş alıram, bu iş üçün əziyyət çəkmişəm, daxil olmuşam ki, gedim boş-boş oturum, sonra qayıdım evə. Bu, yəni belə deyim də, vicdansızlığı göstərir. Ona görə də bu prinsipə mütləqcə əməl etməliyik. Mövzunu şagirdləri ən yüksək səviyyədə mənimsətmək lazımdır. Əlavə materiallar hazırlamalıyıq. Hər bir şagirdin öyrənmə prosesi ilə səmimi şəkildə maraqlanmalıyıq. Belə deyək ki, işimizə, cəmiyyət qarşısında belə deyək ki, bir borc kimi yanaşmalıyıq ki, bu bizim borcumuzdur. Bunu yerinə yetirməliyik. Artıq o bizim borcumuz olduğunu hiss etsək, düşünürəm ki, vicdanlı olaraq da yerinə yetirəcəyik. Və ən əsası da odur ki, insanın içərisində, bir tərbiyəçi müəllimin içərisində o
hiss olmalıdır. Öyrətmək və öyrənmək hissi olmalıdır, sevgisi olmalıdır. Çünki düşünürəm ki, əgər biz bu işdə çalışırıqsa, biz sevgimizdən irəli gəlir də, məcburiyyətdən çox nadir hallarda müəllim gedir, belə deyim də, hər hansı bir şəxs gedir müəllim olur və yaxud da tərbiyəçi müəllim olur. Görürsüz, müsahibədə də müəllimlər həmişə qeyd edir ki, bu mənim uşaqlıq arzum olub. Yəni müəllimlərə sual verilir ki, niyə görə bu ixtisası seçmisiniz? Müəllimlər deyir ki, bu mənim uşaqlıq arzum olub. Bəzən bunu belə deyim də, şablon olaraq istifadə edirlər. Bəzən isə elə müəllimlər var ki, həqiqətən bunu ürəkdən ifadə edirlər ki, həqiqətən də uşaqlıq arzusu olur da ki, mən kiçik yaşlı uşaqlarla işləyim, onlarla vaxt keçirdim. Hətta belə deyim də, başqa müəllimlər bəzən bizə həsəd apara bilirlər ki, kaş biz də elə balaca uşaqlarla işləyək. Çox şirindirlər, çox qəşəngdirlər. Yəni biz o sevginin dəyərini bilməliyik ki, bəzi insanların o xəyalıdır. Biz o belə deyim də, xəyalın içərisində çalışırıq. Bəzi insanların xəyalını reallaşdırmış oluruq. Ona görə də işimizin qədrini bilməliyik. İşimizin qədrini bilsək, düşünürəm ki, elə vicdanlı da hərəkətlər edərik. Daha sonra gəlir peşəkarlıq və fərdi məsuliyyət. Müəllim öz fəaliyyətinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə intizam məsuliyyəti daşıyır. Baxın, müəllim əgər vəzifə borcunu keyfiyyətlə yerinə yetirməsə, intizam məsuliyyəti daşıyır. Bu cümləni yadınızda saxlayın. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsil alanların, valideynlərin, cəmiyyətin, təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməyi bacarmalıdır. Müəllim öz fənni üzrə yenilikləri izləyir, İKT bacarıqlarını artırır, dərsdə baş verən hər hansı bir neqativ halda, məsəl üçün, şagirdin zəif nəticə göstərməsinə mənim günahım deyil demir. Əksinə öz fəaliyyətindəki çatışmazlıqları aradan qaldırmağa çalışır. Məsəl üçün, bu mənim artıq nəyimdən gəlir? Peşəkarlığımdan və fərdi məsuliyyətimdən. Mən o məsuliyyəti özümdə hiss edirəm və boynuma alıram ki, uşaq zəif nəticə göstəribsə, bu nəsə bir problem ola bilər. Mən çalışaram ki, bunu düzəldim. Ola bilər ki, bu aralar psixoloji vəziyyətim yaxşı deyil, amma çalışacağam ki, peşəkarlığımı üzə çıxardım, daha bir peşəkar müəllim adına layiq olum. Bu artıq bir növ müəllimin müsbətinə doğru işləyən bir cümlədir. Baxın, müsahibədə də belə sual verilə bilər ki, əgər hər hansı bir şəxs gələr sizə deyər ki, siz belə deyim də, uşaq zəif nəticə göstərir və sizin üzərinizə atır bu, belə deyim də, sizə bir tərbiyəçi müəllim olaraq deyir ki, siz yaxşı öyrətməmisiz, sizin günahınızdır. Yəni bildirə bilərsiniz ki, mən çalışdığım qədər uşaqlarla peşəkar yanaşıram, çalışdığım qədər hər şeyi ürəkdən sevərək yerinə yetirməyə çalışıram, amma bəzən ola bilər ki, belə hallara yol verirəm. Çalışacağam ki, bunun üzərində işləyim və daha peşəkar, daha fərdi yanaşım bütün uşaqlara. Daha sonra gəlir loyallıq. Loyallıq müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına, nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Yəni, bir növ loyallıq lovğalıqla da əlaqələndirilir. Məsəl üçün, müəllim lovğa olmalı deyil və yaxud da durub öz müəssisəsini digər müəssisənin yanında pisləməli deyil. Daha sonra bəzən müəllimlər gedir oturur, digər müəllim yoldaşının arxasınca danışır və yaxud da müəssisə haqqında danışır. Buna icazə yoxdur. Müəllim həmkarı və məktəb rəhbərliyi haqqında şagirdlərin və valideynlərin yanında tənqidi, nüfuzdan salan fikirlər səsləndirməməlidir. Məktəbin nüfuzunu qoruyur, işlədiyi müəssisənin uğurlarını təbliğ etməlidir əksinə. Bu zaman artıq loyallıq prinsipini qoruyub saxlayır. Daha sonra gəlir mədəni davranış. Mədəni davranış, belə deyim ki, imtahana çox düşən prinsiplərdəndir. Hətta Əshant, belə deyim də, etik davranış prinsiplərindəndir və bu il də imtahana düşmüşdü, səhv eləmirəmsə, keçən il də düşmüşdü.
Müəllim təhsil alanlara rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli, onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Təsəvvür edin ki, bir müəllim gəlir səliqəsiz formada, yəni saçı çox belə səliqəsiz, geyimi səliqəsiz, artıq burada o mədəni davranış qaydasına əməl etmir. Çünki bir müəllim olaraq geyimimizə fikir verməliyik. Çünki biz belə deyim də, uşaqların gözündə rol modelik. Biz necə olsaq, geyimimiz necə olsa, sözlərimiz necə olsa, uşaq bizdən çox şey götürür. Həm geyimimizə görə, həm danışığımıza görə. Məsəl üçün, əvvəl mən işə başlayanda uşaqlar bəli, xeyir sözünü çox bilmirdilər. Ya hə deyərdilər, ya yox deyərdilər. Artıq o qədər dedim ki, uşaqlar, baxın, mən sizə nəyisə deyəndə bilirsinizsə deyin bəli, bilmirsinizsə deyin xeyir. O qədər dedim, artıq başlayıblar uşaqlar bir-birinə bəli deyirlər, xeyir deyirlər, zəhmət olmasa buyurun. Halbuki əvvəllər heç yəni o sözlərdən istifadə etmirdilər. Çünki mən nəyəm? Bir rol modeləm uşaqların gözündə. Eyni zamanda baxıram ki, mən səliqəli geyinib gedəndə deyirlər, müəllimə nə gözəl görünürsünüz, nə səliqəli olmusunuz. Mən də istəyirəm ki, bu rəngdə paltar geyinim və yaxud da mən də istəyirəm ki, sizin kimi səliqəli olum. Neynədir? Bir rol model oldummu? Mədəni davranışı uşaqlarda formalaşdırdımmı? Bəli. Daha sonra müəllim situasiyalarda düşə bilər ki, müəllim vulqar sözlərdən istifadə edir, müəllim tənqidi fikirləri qəbul etmir, müəllim xeyirxah deyil, diqqətli və təmkinli deyil, tez özündən çıxır. Hansı prinsip burada pozulmuş olur? Təbii ki, mədəni davranış prinsipi artıq burada pozulmuş olur. Daha sonra gəlir qərəzsizlik prinsipi. Qərəzsizlik prinsipi müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı. Qərəzsiz o deməkdir ki, yəni ayrı seçkiliyə yol verməməlidir. Bərabər imkanları qorumalıdır müəllim. Qərəzsiz o mənanı, yəni belə deyim də, kəsb edir. İrqinə, etik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsil alanlara və ya təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim qiymət yazarkən şagirdin valideynin statusuna, maddi vəziyyətinə, şagirdin dininə və etik mənsubiyyətinə baxmır. Hamıya eyni obyektiv meyarlarla yanaşır və sinifdə sevimli şagird fərqi qoymur. Məsəl üçün, bəzən müəllimlərin, belə deyim də, etdiyi səhvlərdən biri də odur ki, bəzən bir uşağı daha çox əzizləyirlər. Məsəl üçün, ya indi nəyinəsə görə də indi dırnaq arasında nəyinəsə görə bəzi müəllimlər o şagirdləri ayırırlar. Amma qətiyyən ayırmaq olmaz. Nə uşağın belə deyim də maddi imkanına görə mən onu ayıra bilmərəm, nə geyiminə görə ayıra bilmərəm. Ola bilər də tutalım ki, valideynlə aramızda nəsə bir yaxşı dialoqumuz olmasın. Yaxşı bir dialoqumuz olmazsa, necə valideynlə aram dəysin, mən neynirəm? O zaman onun uşağına pismi davranıram. Xeyr, buna icazə yoxdur. Mənim problemim valideynlə olub. Halbuki valideynlə də belə deyim də, belə hallara yol vermək lazım deyil. Çalışdığım qədər valideynlə də münasibəti çox yaxşı saxlamalıyam. Hətta belə deyim də, tənqidi fikirləri qəbul etməliyəm, ortaq bir yol tapmalıyam. İndi valideynlərlə belə deyim də, iş üsullarımız var ki, onları da öyrənəcəyik. Amma ola bilər də indi o uşağın ailəsi ilə kimdənsə bir problemim olub əvvəlcədən. Mən indi o uşağa durub fərq qoymalıyam ki, mən sənin ananı sevmirəm, yaxud da atanı sevmirəm. Mənə gəlib sənin anan söyüb, atan söyüb, tutalım da, mən səni sevmirəm uşağa. Bunu demək olar, xeyr təbii ki. Artıq mən bunu eləsəm qərəzsizlik prinsipini pozmuş olarım. Və yaxud da biri kasıb olar, biri varlı olar. Buna görə fərq qoya bilərəmmi? Xeyr. Birinin üstü başı yaxşı olmaz. Birinin üstü başı çox gözəl olar, çox gözəl görünər. Yəni mən ona deyə bilmərəm, sən çox gözəl görünürsən, sən çox belə deyim də, səliqəsiz görünürsən. Bunu uşaqlara demək olmaz. Daha sonra ictimai etimad. İctimai etimad
müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və layiqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlandırılmasına kömək göstərməlidir. Bunu belə deyək də, biraz boru dildə başa salaq. Müəllim sosial şəbəkədə və ya ictimai yerlərdə müəllim adına yaraşmayan görüntülər, belə deyim də, paylaşmır. O davranışları ilə cəmiyyətə müəllim peşəsinə olan inamı və hörməti artırmağa çalışır. Təsəvvür edin ki, yəni bir müəssisədə işləyirik, bağçada işləyirik və yaxud da məktəbdə işləyirik. Gedirəm bir uşaq haqqında, tutalım ki, müəllimlər bir-biri ilə savaşırlar və yaxud da uşaqlar bir-biri ilə savaşırlar. Gedirəm tez onu telefona çəkirəm, paylaşıram sosial mediada. Artıq nə edirəm? İctimai etimadı pozmuş oluram. Çünki ictimai etimad bizdən onu tələb edir ki, mən şərəf və layiqətimi uca tutmalıyam. Müəllim peşə nüfuzunu möhkəmləndirməliyəm. Yəni işlədiyim yerə, belə deyim də, sadiq olmalıyam. Ona görə də yəni sadiq olmalıyam deyə mən artıq belə hallara yol verməli deyiləm. Ay məsəl üçün durum ictimaiyyət qarşısında kimisə pisliyim, müəllimləri pisliyim və yaxud da çəkim qoyum, paylaşım. Xeyr, belə hallara yol verilməməlidir. Əgər bir belə deyim də pozuntu olsa, tez nə etməliyəm? Bu pozuntunun aradan qaldırmalıyam. Tutalım ki, nəsə indi müəllimdir də eləyib, belə bir səhv hərəkət eləyib, götürüb uşağın videosunu paylaşıb. Daha sonra nə etməlidir? Elə telefonu necə ki paylaşıb, telefonu qoymalıdır qarşısına, video çəkməlidir ki, mən bu hərəkətimə görə çox üzr istəyirəm, çox səhv hərəkət eləmişəm. Neylədir? İctimai etibadı bərpa elədimi? Bəli. Daha sonra konfidensiallıq, buna bəzən gizlilik də deyilir. Deyə də bilmədim, konfidensiallıq. Bu gizlilik, bəzən məxfilik də deyilir buna. Nə mənaya gəlir? Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsil alanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Belə deyim ki, biz ümumiyyətlə bir tərbiyəçi müəllim olaraq uşaqların məlumatları haqqında məxfiliyi təmin etməyi bacarmalıyıq. Tutalım ki, hər hansı bir ailə ayrılıb bir-birindən və yaxud da nəsə indi bir problemləri var. Onu mən bir tək bilməliyəm. Tərbiyəçi müəllim olaraq mən bilməliyəm. Artıq kimsə gəlir, maraqlanır o uşaq haqqında və yaxud da onun valideyni haqqında. Mən durub o məlumatı başqa kiməsə verməli deyiləm. O çünki valideyn icazəsi olmadan mən o məxfiliyi açıb kiməsə deyə bilmərəm. Daha sonra şagirdin şəxsi sirrini başqa müəllimlərə, şagirdlərə və ya kənar şəxslərə danışmamalıyam. Uşaq da ola bilər, nəsə bir psixoloji problemi ola bilər, ailəsi haqqında, atası haqqında, anası haqqında gələr deyər ki, müəllimə, mənim evdə bu problemlərim var. Necə həll eləyə bilərəm? Mən ancaq onu psixoloqa yönləndirə bilərəm, elə köməklik eləyə bilərəm. Amma da durub hamı içərisində açın, baxın uşaqlar, tutalım ki, əlinin belə problemi var. Sizcə bunu necə həll eləyə bilərik? Yəni daha bu formada açıb ortalığa tökməli deyiləm. Onu gizli bir şəkildə elə həll eləməliyəm ki, uşağın heç ruhu duymasın. Amma istisna hallarda konfidensiallıq, gizlilik, məxfilik pozula bilər. Bunlarda hansı hallardadır? Uşağın həyatı təhlükədə olduqda. Bu hallarda artıq prinsip pozula bilər. Uşaq gəlib deyə bilər ki, məni evdə çox döyürlər, mənə atam belə deyim də işgəncə verir, artıq mən nə etməliyəm? Lazımi orqanlara xəbər verməliyəm. Bəzən ola bilər ki, uşaq yalan danışsın. Amma uşaq bir dəfə yalan danışar, 2 dəfə də yalan danışar, davamlı olaraq əgər gəlib uşaq bunu ifadə edirsə, deməli nəsə bir problem var. Evdə belə deyim də mühit düzgün deyil. Uşaq evdə problem yaşayır. Ona görə də bu təkcə müəllim olmasın, adi bir insan olsun. Biz nə etməliyik? Uşağa bu köməkliyi göstərməliyik. Lazım gəlsə gedib valideyn özü ilə də danışmalıyıq.
bu problemi ya öz aramızda həll etməliyik, amma görsək ki, valideyn belə deyim də düzgün valideyn deyil, sözdən belə deyim də sözlə başa salacaq qədər bir tipdə deyil, artıq o zaman lazımi orqanlarla danışmaq və rəhbərliyə bildirmək lazımdır. Bu qədər müəllimlər mövzumuz. Ümid edirəm ki, aydın, anlaşılan bir şəkildə izah edə bildim. Əlavə suallarınız varsa buyurub verə bilərsiniz, yoxdursa dərsimizi yekunlaşdıraq. Müəllim, onlar etik prinsipi idi dərsin adı. Bəli, bəli. Etik davranış prinsipləri və onlara uyğun tələblər. Bəli. Mən bir də bir söz demək istəyirəm. Elə bil ki, bu gün iş yoldaşlarımdan biri dedi ki, bağçalara elə bil ki, rəhbərliklərə tapşırıq verilibdi ki, müəllimlər ciddi hazırlaşsın. Elə bir söz deyilibdi. Mən şəxsən bizim müdürümüz yoxdur, əvəz edici idi, müvəqqəti, o da çıxıbdı. Yəni ona görə soruşuram. Nəsə bir xəbər var. Hələ ki rəsmi bir xəbər yoxdur, yalan deyərəm. Müəllimlər ciddi hazırlaşsınlar. Yəni onu demək istəyirlər ki, müəllimlər hər bir vəziyyətə hazırlıqlı olsunlar. Çünki bilinmir nə vaxt olacaq imtahan. Hər an ola bilər, hər an qərar çıxa bilər. MİQ imtahanı da elə oldu. Gözləmədiyimiz bir anda qərar çıxdı ki, MİQ imtahanı olacaq. Ona görə deyirlər ki, işinizi ehtiyatda saxlayın. Bu əslində sizin üçün müsbət bir halda gəlib elə təşvişə salmaları yaxşı mənada. Çünki nə qədər yaxşı hazırlıqlı olsaz, bir o qədər işiniz avan olacaq. Bəli, düz deyirsiniz. Allah kömək. Müəllimələr, sualınız yoxdursa mən yekunlaşdırıram. Gecəniz xeyrə qalsın.